Salam əziz abituriyentlər, 9-cu siniflər. Bilirsiniz ki, bu ildən esse əlavə ediblər 9-cu sinifdə. Esse nədir? Şəkilə baxırsınız, ardıcıllıq olaraq, qayda budur, ardıcıllıq olaraq yazırsınız, 35 sözdən az olmamalıdır, esse yazırsınız. Bu esse 16 bala kimi dəyərləndirilir. Yəni 16 bal bunun tam ödənilsə sizə qiymət verilir. 26-cı sual olur. Demək, essedə fikir verirsiniz. Birinci yazıb ki, göstərib ki, ailə daxil olur zooparka. Bir də diqqətinizə salın ki, ən çox önlük bağlayıcıdan da istifadə eləyin. Sadə sözlərdən çox istifadə eləyin. Çünki önlük bağlayıcı bir hərfdən ibarət, iki hərfdən ibarət olsa belə, onlar da söz sayı sayacaqlar. Demək, yazırıq. Это семья bu ailədir. Açıqlayırıq, uzadırıq sözləri. Здесь papa, burada mama, papa, mama, brat и sestra. Burada ana, ata, bacı və qardaş. Və bacı, estağfurullah. Demək, i istifadə edərək sözü uzatdıq. Sonra görürük ki, arxa planda ayı var. Семья смотрит на медведей. Ailə ayıya baxır. Или же здесь медведь с медвежонком. Burada ayı balasıyladır. Sonra ikinci şəkilə keçək. İkinci şəkildə, yəni dediyim kimi, ardıcıllıq önəmlidir. İkinci şəkildə görürük ki, papa читает надпись. Ata yazını oxuyur. Брат и сестра смотрят на обезьяну. Или же на обезьяну, cəmlə də deyə bilərik. Обезьяна кушает. Meymun yemək yeyir. Belə də deyə bilərsiniz. Sadə sözlərdən bacardığınız qədər istifadə eləyin çox. Üçüncü rəsmdə də görürsünüz ki, ana tısbağa işarə edir, tısbağa qidalanır, yemək yeyir. Baxırsınız və qız təəccüblənir. Mama показывает на обезьяну. Обезьяна кушает траву. Девочка очень удивлена. Yaxud сестра удивлена. Или же сестре очень интересно. Uzadın. Очень istifadə edin sözündən. Interesно, maraqlıdır. Bu qaydalara riayət edərək 16 balı qazana bilərsiniz. Təkrarlayaq bir daha. Demək, ardıcıllıq olmalıdır, 35 sözdən az olmamalıdır, sadə sözlərdən çox istifadə edin, önlük bağlayıcıdan çox istifadə edin. Uğurlar.